Namaza qarşı laqeydlik Allahın mərhəmətindən məhrum olmağın başlanğıcı. Allah Teala ilə əlaqənin olmaması həqiqətən böyük bir müsibətdir. Əgər Quranda yalnız bu ayə olsaydı belə, namaza diqqətin nə qədər mühüm olduğunu anlamaq üçün kifayət edərdi. Vay halına o namaz qılanların ki, onlar namazlarına qarşı səhlənkardılar. Maun surəsi 4-5. Çünki namazda səhlənkarlıq və laqeydlik insanın Allahın tərbiyəsi və mənəvi yönləndirməsindən məhrum qalmasına səbəb olur. Bəzi rəvayətlərdə namaza qarşı səhlənkarlıq edən şəxs üçün 15 cəza qeyd edilmişdi. Bu cəzalardan biri odur ki, dünyada dolanışıq və ruzi baxımından sıxıntıya düçar olar. Axirətdə isə Allahın rəhmət nəzərinə layiq olmaz. Quran-ı Kərimdə və hədislərdə namaza əhəmiyyət vermək üzərində bu qədər təkid olmasına baxmayaraq, biz çox vaxt buna laqeyd yanaşırıq. Belə olduğu halda, insan özünü islah edə, namazın köməyi ilə mənəvi qüsurları aradan qaldırıb, gözəl əxlaq və fəzilətlər qazana, həqiqi insanlıq məqamına çata bilməz. Mənbə: Mərifətun Nəfs, Cild 3, Ayətullah Məzahiri, səhifə 27 və 30.